Xoş gördük, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Bu xəbərimiz Hacıbala Abutalıbovla bağlıdır. Doğru eşitdiniz, keçmiş Bakı meri. Bəli, bir vaxtlar mediada yayılmışdı ki, o Qaxın demək Ağçay kəndindən yaşayır. Amma sonradan daha bir məlumat yayıldı ki, artıq Bakıya köçüb. Niyə Bakıya köçüb? İndi yeni xəbərlər var. Əldə edilən məlumata görə Hacıbala Abutalubov bu addımı məcburən atıb. Onun sakinlərlə məişət zəminində ciddi ixtişaş yaşadığı qeyd edilir. Ona görə də Sabiq Mir artıq xeyli müddətdir ki, Qax ərazisində görünmür. Hətta sakinlər tərəfindən qovulduğu iddiaları da var. News 365 saytı xəbər verir ki, Modern Az iddialarla əlaqədar olaraq Qax rayon İcra Hakimiyyətinin İlisu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin sədri Həşim Həsənovla əlaqə saxlayıb. İcra nümayəndəsi saytımıza açıqlamasında Hacıbala Abutalıbovla bağlı onda heç bir məlumatın olmadığını bildirib. Hacıbala Abutalıbovu görməmişəm. Hazırda harda olması barədə də məlumatım yoxdur. O vaxt xəbərim var idi, indi yoxdur. Hardadır, necədir bilmirəm. İşimiz o qədər çoxdur ki, yalnız vətəndaş müraciət etdiyi halda məsələdən xəbərdar oluruq deyə Həsənov qeyd edib. Onda deyək ki, Ağçay kəndi İlisu İnzibati Ərazi Dairəsinə daxildir. Bu Ağçay hansı ki danışırıq, o elə qeyd etdiyimiz kimi Hacıbala Abutalov bir müddət əvvəl məhz həmin kənddə yerləşmişdi, orada yaşayırdı. İndi isə